Herkese selamlar dostlar. Bugün sizlerle birlikte bugünkü videomuzda sıfırdan zirveye HTML playlistimize yeni bir videoda əlavə edəcəyik. Burada HTML'in daha ileri formalarını göstereceğim. Burada random baxacağıq. Yəni HTML çox sadə və asan bir dildir. Siz bunu öyrənmək üçün W3 School saytından çox rahatlıqla öyrənə bilərsiniz. Çox da asan, rahat yadda qalan bir dildir. İndi isə keçək videomuza. Birinci baxaq, paragrafın bəzi elementləri var. Öncəliklə yazı elementlərinə toxunmaq istəyirəm. Bir dənə buradan fayl açıram. index.html var. Index 3 olsun, yaxşı. Açıldı. Əvvəlki videoda demişdim, extension köməyi ilə biz shift bir, yəni neydə işarəsini vurub buradan default yazı ekranını açmış oluruq. Dediyimiz kimi paragraf keçən dərsdə bilirik, p-tag ilə yazılır. Məsələn, elə buraya yazsam hello world içərisində bir sözdən paragraf, yəni abzas əhatə edir. Sözü səhv yazmam heç olmaz. Gördüğünüz kimi hello world burada açılmış oldu. İndi biz CSS-siz, yəni tutaq ki biz CSS bilmirik. HTML-də biz bunları italik formada, altı xəttli formada, qalın formada yaza bilərik. Buna biz harda rast gəlmişik? Word-də. Məsələn, bold yerində çox qalın olur. Yəni underline-dır, altına xətt çəkilmiş şəkildə yazılır. İtalik əyri şəkildə yazılır. İndi yoxlayaq. Birinci şərh sətrini açıram. Şərh sətrimiz bilirsiniz ki bu şəkildə yazılır. B başlığı boldu göstərir. Bold nə deməkdir? Qalın şriftlərdən İngiliscəsində bizə tərcümədə mənası qalın deməkdir. İtalik əyimli yazım, yəni əyri tipli, əyri şriftdə yazılır. Var U-tagi var, underline-dır, yəni alt xətti, altından xətt çəkilir. Var super text deyilir buna. Var buna subtext deyilir, səhv eləmirəmsə, bunu dəqiq bilmirəm. Super text qüvvətli yazır, subtext index yazır. İndi hamısını bir-bir yoxlayacaq. Gəlin birinci B tagi-dən başlayaq, yəni bolddan. Bunu Ctrl-X edib kəsirəm. Yazıram ki B avtomatik özü açılır gördüyünüz kimi. Ctrl verib Ctrl-S eləyəndə bir dənə sınav üçün adi bir hello world sap edəyək burada. Bunu bağlayıram. Görək nə dəyişiklik olacaq. Gördüyünüz kimi buradan da bir dənə inspect edeyim. Aha. Boldla yazdığım bu P tagin içərisində qalın şriftlə yazıldı. Ancaq adi yazdığım isə nə oldu? Adi formada, yəni normal şriftlə yazıldı. Yəni bold qalınlaşdırır. Gəlin italiklə yazaq. P italik I qısaltması, yəni qısaltması I hərfidir. Ctrl-V, Ctrl-S edirəm. Gəlirəm bura. Gördüyünüz kimi italik şəkildə yazıldı. Daha sonra nəyimiz var? Underline var. Alt xətt. Burada yazmışam. U-tagi burada. Buraya yazsanız gördüyünüz kimi açılır. Ctrl-S edirsiniz. Alt xətt formada yazılacaq. Bundan başqa gördüyünüz kimi burada da bu inspect ekranında hələ ki ehtiyacımız yoxdur. Var underline dedi, supertext var. Supertext nədir? Ctrl-V, burada birbaşa sup yazırsınız. Boşluq qoyulur, tanısın deyə. Sup yazım, məsələn, burada deyirəm 2. Görək nə olacaq. Bir bağlayım, mən çox saçdırır. Nə oldu? Gördüyünüz kimi qüvvətində yazdı, yəni ən üstə yazdı. Bunu siz əsasən Wikipedia'da falan görürsünüz. Üzərində belə bir rəqəmlər olur. O da tagin içərisində yazılırlar ki, o linkə çevrilir. Və bu sayədə olur başqa bir bağlantı. Yəni supertext qüvvətli yazmaq üçündür. Görək sub nə deməkdir?
subtext. Sub. Buna da 2 yazılır elə, fərqlənməsi üçün. Burada sub yazım. Gördüyünüz kimi bu da indeksində yazıldı. Məsələn, mən yazmaq istəyirəm ki, kimyadan da məlum olduğu kimi H2O suyun formulu deyilmi? Yazıram sub 2. Burada yazıram O. Yəni H2O. Ctrl S edirəm. Gördüyünüz kimi H2O bu şəkildə yazılmış oldu. Siz deyirsiniz, mən bu teqin hamısını bir yerdə istifadə edirəm. O da olar. Bold, italic. Bu üçün istifadə edə bilərsiniz, ancaq bundan birini istifadə edə bilərsiniz. Subdan və ya da subdan. Çünki ikisini də eyni vaxt istifadə etsəniz, bu mənasızdır, yəni çox mənasız bir şey andır. Bunun üçü də bir yerdə, yəni şrift teqlərini istifadə edib yazıram bura. Hello World. Görün nə baş verəcək. Həm qalın, həm alt xətti, həm də italic. Üçü bir arada işlədir. Yəni bunlar da yazı teqləri də bu şəkildədir. İndi görək başqa nələrimiz var. Bunlar sadədir. Pre nədir burada? Pre çox istifadə edilir harda? Daha çox gördüyünüz kimi burada misal, yəni şeir şəklində yazanlar üçün. Bunun özü də bir, necə deyim, seçim menusu, kontekst menusu kimi gedir. Pre, məsələn, Ctrl-V, Ctrl-V, Ctrl-V. Görün nə şəkildə çap edəcək bunu. Gördüyünüz kimi hamısının alt-alta yazdı, amma mən bunu P teqinə yazsayım. Görürsünüz, P teqi verir, ancaq Pre şeir şəklində, yəni misallar yazmaq üçündür. Bu şəkildə bu getdi. İndi baxaq style'larına. Əvvələ qayıdım, burada demədiyim bir şey var, axırda yoxlayayım. Var ecar bura, bunlar deməmişəm. Deməli, biz bilirik ki, uzun bir söz yazında bizə nə lazımdır? Eləcə baxın, bundan nümunə gətirsəm, gördüyünüz kimi P teqinin içərisində 4 dənə bunu dalbada yazın. S buran kimi hamısını yan-yana yazdı. Mənə lazımdır ki, bunlara enter düyməsi qoysun, bunun kimi çap edəsin. Yəni bunun kimi enter düyməsini. Enter düyməsini burada belə, yəni bığırı teqi əvəz edir. Bu yeganə teqdir ki, yeganə teqlərdən biridir ki, bunun kimi bir neçə teq var. Özü açılır, özü bağlanır. Bir saniyə, bunların arasında boşluq qoyuram. Əvvəl və sonraki nəticəyə baxırıq. Nə oldu? Baxın, hamısı bir sətirdən yazılıb. Ancaq gəlib arasına bığırı yazdım. Bığırı yazdım. Bığırı yazdım. Burada hətmə ehtiyac yoxdur, sonlama yazaq da. Görürsünüz, özdə silir. Nə baş verdi? Buna bitişi olur. Gördüyünüz kimi, bu da bunun şriftində olmasa da, buna oxşar şəkildə adresine yazıldı. Yəni, enter düyməsi basmaq üçün bundan istifadə olunur. Əks halda sizin burada bunsuz nə qədər enterdə vursanız, gördüyünüz kimi, SLM-də yenidən gətirəcək yeni sətrə. Enter düyməsi, yəni bir sətr aşağı enmək üçün sizin yolunuz ancaq budur. Bir də var ecar. Ecar nədir? Ecar haradasa bir yerdə də görmüsünüz bəlkə də. Görün, burada var. Burada yoxdur. Ecar indi də istifadəyinə görəsiniz. Hər hansı bir mətnin altından xətt çəkir uzunasına. Yəni başından əvvəlinə qədər. Burada lorem açar sözümüz var. Özündən mətn yaradır. Lorem. Bu da öyrənmiş olduğunuz. Lorem yazdıqda altından xətt çəkir. Aha. İndi P teqinin altından yenib deyirəm ki, ecar. Görün nə baş verəcək. Gördüyünüz kimi bu şəkildə bizə bir xətt çəkdi. Yəni bir də görürsünüz ki, başlığı əsas sətirdən ayırmaq üçün bundan çox geniş istifadə olunur. Ecar teqindən. Ecar teqi də bu şəkildədir. İstəsəniz bunu gətirib daxildə də işə salsaq görək nə baş verir.
Gördüyünüz kimi iki mətni bir araya bölünür. Bir sözdən bu sədri sütunu bölmək üçün istifadə edilir. İndi style'lara baxaq. Style atributu. Style atributu CSS biri gərəkdirir. CSS nədir? Çox ki, mən yaxın vaxtlarda da CSS playlistə əlavə edəcəm. CSS əsasən orada qarşılıqlı səbəb olduğu üçün style yazılır burada head tag'in içərisində. Burada nələrsə edir. Məsələn, sizin üçün nümunə edeyim. Burada p-ni bildirib deyirəm ki, color olsun red. Görün nə rəng olacaq. Gördüyünüz kimi bütün p-ni yazılanın rəngi oldu qırmızı. Bunu buradan silirəm. Gəlirəm bu p-nin içərisində yazıram ki, mən style bərabərdir color red. Bundan o eyni mənaya ifadə edir. Ancaq CSS biraz çox geniş yazmaq tələb etdiyi üçün bunun hamısını buradan yazsanız çox sərbəst görünəcək. Ona görə ayrıca istifadə edilir. Gördüyünüz kimi bir dənə burada. Niyə bir dənə burada? Çünki mən bunu təkcə bu p üçün yazmışam. Bunu kopyalayıb gətirib buna yazsaq, bu arada fərqləndirmədə də istifadə olunur. Burada ümumidir yazacaqsın. Head'in başının içərisində verilən. Body desəm nəyə yazmışsınızsa onu verir. Yalnızca bu ikisi olmuş oldu. Background color'da yenə bunu seçirik ki, sizə ətraflı izah edəcək. Bunlara hələ ki baxmırıq. Formatları dediyim superscript, subscript, small var, kiçik yazır, M var. Bunu bir-bir özü yoxlaya bilərsiniz. Bunlara demişəm tabii. Bunlar görək nədir? Düzü çox istifadə edəməmişəm mən. Blok qoyed. CD şəhəri verib deməli. Here is code from website-dan. Başa düşdüm, bu nə deməkdir? Bu code burada sağ tag'in içərisində link verilir. Bu link də bu mətnin haraya istinad olunduğunu göstərir. Yəni from code birisi ki nədir? Mövzulayan bir article kimi koddur. Bizim dildə də var o söz. Onun yəni bura istinad olunur. Buna nəzərən yazılıb. Onu bildirmək üçün istifadə olunur. Şu dəqiqədə bu şəkildə. Bunlar çox istifadə olunmur demək olar ki, ancaq araşdıra bilərsiniz istədiyiniz kimi. Kommentlərə baxaq. Kommentləri göstərmişdim. Komment yəni şərhdir. Şərhdə icra olmayan koddur. Bunun içərisində yazılır. Gizli komment olsun yəni bu şəkildə. Kommentin içərisində unutmayın. Nə qədər əmr yazsanız da yazın. O işə salınmır. O kod tərəfini oxumur. Onu sadəcə siz oxuya bilirsiniz. Rənglərimiz var burada. Rənglərdə CSS-də keçəcək. Hamısını bir-bir. Görürsünüz bu style tag'in içərisində verilir. Başqa nə var onlara baxaq. Image tag haqqında sizə izah vermişəm. Sadəcə burada bir şey deyəcəm. Deyəcəm bunun üzərində. Baxın, birinci tag'in içərisində SLC ilə bir yerdə image'in yolu verilib. Bu təbii ki də bizim kompüterimiz yaddaşdırılan yerdir. Bunu özünüz verirsiniz. Burada alt tag'in içərisində bir flowers in Tanya. Bu alt tag'i digərdə sizə izah edəmişəm, yerinə üzərinə gedirəm. Bu alt tag'i nə üçündür? Mənim olar ki, internetim olmaz və yaxud da brauzerin bunu dəstəkləməz, yəni də səhifənin yüklənməsində problem olarsa, bu şəkil endirilməyə bilər, mənə görünməyə bilər. O şəklin yerinin nə olduğunu bildirmək üçün bunu göstərə bilər. Burada nə yazılıb? Flowers in Tanya. Tanya'dakı güllər. Bu şəklin adı nədir? Tanya. Yəni Tanya'da bir küçədə güllər təsvir olunub. Onu bildirmək üçün istifadə olunur. Eləcə mən bunu buradan silsəm, yerinə nə qalacaq? Məntiqən bu qalmalıdır. Görün nə olacaq. Gördüyünüz kimi şəkil izah edir. Ancaq unutmayın ki, şəkil olduğu müddətcə
alt tagi görünməyəcək. Bu da bu şəkildə. Bunun hamısını kesinləşdir demişəm. Favicon var burada da. Favicon nədir? Favicon gördüyünüz kimi burada WC School'un logosudur. Burada düzdür, mən öz dokumentimi qoymamışam. Gəlin sizinlə bir yerdə qoyaq. Gəlirsiniz head tag-nə. Link açar sözü yazılır. Ref isə bunun olduğu yol yazılır. Yəni hansı şəkil istinad edəcəksinizsə. QBFK.jpg yazıram mən bura. Link stylesheet olmayacaq. Bu olacaq icon. Buraya isə gəlib tipin yazmalıyam. Tip nədir? X icon maalesef bilmirəmsə. Image X icon. Aha. Image yapan çıxır. Image. Görək bu bizim əvvəlki dokument şəkilsiz idi. İndi şəkil əlavə olunacaqmı? Gördüyünüz kimi əlavə olmuş oldu. Bunu yaxınlaşdıra bilmirəm, ancaq burada yəni şəkli görə bilərsiniz. Bu da bu şəkildə getdi. Gələn səfər sizlərlə cədvəllər keçəcəyik. Cədvəllər də çox geniş bir hissədir. Dəqiq öyrənmək lazımdır. Bugünkü videonu burada sonlandırırıq. Gələn səfərki videomuz cədvəllər haqqında olacaq. Sağ olun, salamat qalın.